Növbəti il öz küncündə, iş masanda istifadə edə biləcəyin o təqvimi hazırladım və sizə də eynisini düzəltməkdə kömək edəcəm. Bunun üçün Canva-ya daxil olub lazım olan elementləri seçdim. Daha sonra başqa dizayndan kopyaladığım 2026 təqvimi də Azərbaycan dilinə tərcümə edib dizaynı tamamladım və ardınca qalın kağızda rəngli printerlə çap etdim. Bu təqvimdən əvvəlki illərdə də hazırlamışdım. Keçən il hazırladıqda hər səhifəni qayçı ilə kəsmişdim. Bu il isə bu alətin və altına qoyduğum lövhənin köməyi ilə daha asan oldu və daha az vaxt apardı. Səyahət etməyi sevdiyim üçün istəyirəm bununla bağlı arzularımı mənə xatırladan elementlər ətrafımda çox olsun. Ona görə də ötənlikindən fərqli olaraq bu il təkcə güllərlə yox, həm də ölkələrlə bəzədiyim ikinci bir təqvim də hazırladım. Burada gəzmək istədiyim 12 ölkənin adı qeyd olundu. Təqvimin eynisini hazırlamaq istəyən izləyicilər üçün dizaynın linkini Instagram səhifəmin biosunda bölüşəcəm və bu ilin sonuna dək istifadə edə biləcəksiniz. Öz fikirlərinizi və hazırlasanız təqvimlərinizi mənimlə də bölüşün. Hələlik!